Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar'il halaikil ecmain. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin Ebu'l Qasim Muhammed ve alihi teyyidine tahirin ve lanatullahi ala a'daihim ecmain minel âne ile yevmiddin. Amma ba'd. Haber hakim fi muhkem kitabihil kerim. Bismillahirrahmanirrahim. وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تُشْعَرُونَ أُوصِيكُمْ عِبَادَ اللّٰهِ وَنَفْسِي تَقْوَى اللّٰهِ وَنَظْمَ بِكُمْ. İnşallah hem özümü hem sizi davet edirəm təqvaya. Və təqva bütün amellerin sonunda nəticəsidir. Budur ki Allah hər nə Kur'an-ı Kerimdə bizi, hər nəyə Allah bizi tavsiye edib, axırında buyurub ki, təqvalı olur. Təqva yani Allah'ın haram bildiği şeylerden çəkinir. Bu işleri yerine getirmir. Çünkü Allah kimi şeyi qadağan edir, biz onlardan qorunmalıyıq. Vacib elədiği işlerde yerine getirmeliyiz. Bu təqva bu. Özdə çətindir. Deməli, bu şey yani o kadar da asaf deyil. Çünkü nəfs daimən insanı pisliklərə çəkir. Kur'an deyir. Onu da Allah Teala bu cür qərar verir ki, insan o pisliklərə qələbə çalınca ucalır. Qələbə çalınca ucalır. Mənəvi cəhətdən insan uruc edir. Çünki bu həftədə birinci xütbə şəhidlər barəsində olacaq. İkinci xütbə inşallah vilayət barəsində ki, xanım Məsuma salamlarının şəhadət günləridir. Bugün xanım Məsumanın şəhadət günüdür. Şəhidlər təbil ki, Peyğəmbərdən sonra bir insanın həm böyük çatdığı bir məqamdır. O an ki, Peyğəmbərlər özləri də arzu edirlər, şəhid olalar. Ki, şəhidin nə dünyada, nə ahirətdə əvəzi yoxdur. Çünki insan üçün ən dəyərli nemətlərdən biri candır, həyatdır. Bir varlıq ki, bir insan üçün həyatın hədəfi və amalı uğrunda qurban verə, bilirsiniz, bu məqam çox böyük olar. Çünki insan məsələn, təsəvvürlər, nəyi biz həyatımızdan üstün tuta bilərik? Burada vətəni, namusu, dinimizi, İmam Hüseyin sallallahu aleyhim barəsində məşhurda buyurur ki, Kur'an da deyir, deyir məsələn, bütün münaqişələrdə, yəni əgər canınızı qorumaq, pulunuzu xərcləyin, canınızı qorun. Amma bir yerdə ki, insanın dini, vətəni, namusu halda gedir, burada can qorumağın mənası yoxdur. Burada insanlardır, canın verər Allah yolunda. Onun üçün də Allah Teala da bunu dəyərləndirir. Allah Teala bu məqamı dəyərləndirir. Kur'an-ı Kerimdə buyurub ki, siz onları ölü deyil. Bir insan ümumi şəkildə diqqət eləsə, Allah'ın yanında olar. Çünki baxın, bizdə çox eşitdiyimiz sözlərdən biri cənnətdir, behişdir. Amma behiş də elə uca bir məqamdır. Behişdən də Kur'an-ı Kerimdə uca bir məqamlar var. Sadəcə behiş hadır, məsələn, bizim kimi insanların tərzi təfəkkürüdür. Amma ali insanlar, yuxarı insanlar, onlar üçün Allah'ın razılığı, Allah'ın yanında olmaq behişdən ucadır. Onun üçün ödürüz Allah Teala şəhidləri dəyərləndirəndə, şəhidləri qiymətləndirəndə behişdən söz açmadı, özündən söz açdı. Dedi, onlar mənim yanımdadılar və rüzüləmirlər. Bu təbii ki, bizim behişdə rüzümüz olacaq. Biz behişdə qidalanacaq. Ama onun formasına bələd olmasa da behişdə 100% qidalarımız var. Çünki Bəqərə surəsinin 25-ci ayəsində buyurur ki, Bəbəşşiril müminin, möminlərə muştuluq ölçülən ki, onlar ki, yaxşı işlər gördülər, ki, cənnətdə onlar ki, yeməklər gələcək, onlar o yeməkləri görəndə qalbi bir-birine geçəmək ki, dünyada gördüyümüzdəndir. Çünki o formalar çox dəyişməyəcək. Məsələn, nar elə narı oxuyacaq, amma dadı fərqli eləyəcək. Amma bundan yuxarı Allah Teala öz yanında necə qidalandırılmış şəhidlər üçün deyir. Görürsün, o beyiş nemətlərin sayılır. Onlar üçün şəhidlər üçün o kiçikdir.
en büyük nimet ki Allah'ın yanında olmalıdır ki Allah Tebarek ve Teala onu onlara vədə verir. Özde əlavə rüzilər də Allah'ın yanında olmanın ləzzəti çox böyükdür. Əlavə bu xüsusi rüzilər də deyir ki, axırda da gözəl bir söz deyil, həqiqi mənada. Allah'ın gözəl sözü nə daxildə bir söz deyir, siz bunu başa düşə bilməzsiniz. Yani biz indi bu idrak ki maddəyi onu dərk edənmərik. Ama bilirsən ki, nədir? Böyük bir məqam ki Allah Tebarek ve Teala onlara verir. Özde görürsünüz de şahitler dünyasında yaşamda sosyal şəbəkələr vasitəsilə hamısı gülürlər. Niyə? Çünki artıq onlar həqiqəti görürlər. Rivayət var ki, keçmiş at idi, deyirlər şahit atın üstündən düşəndə torpağa dayanamış cənnətə birinci düşür. Onlar görsəllərin üzündəki təbəssüm o cür idi ki, onlar o dünyanı o cür nədir, ahirəti o cür görürlər ki, dodaqlarında təbəssüm vardır. Bir nəfər Hazreti Peygamber məscidə girdi, gördü bir nəfər dua edir. Axı dua eləməlikdə də zirək olmaq lazımdır. Uçlu başlı olmaq lazımdır. Bir nəfər gördü dua edir, duanı da bu cür edir. Deyir ki, Allah sevdiğin insanları, yani sənin öz sevdiğin insanlara verdiğin en yaxşı şey mənədir. Peygamber təbəssüm elə, gedir ki, bunun duası qəbul olsa bu şahid olacaq. Çünkü Allah sevdiği insanlara en yaxşı şey ki verir, o da nədir? Şəhadət. Şəhadətdən bizim de bir insan için dünyada yukarı bir məqam yoxumuzdur ki Allah Tebarek ve Teala onu onlara nəsib edir. İndi bizim de umumən bu yeni tariximizdə bu cür insanlar bizim qabağımıza çıxdılar. Ama bizim aramızda yaşayırlar, bizim birimiz yedilər. Ama olandan sonra onların barəsində eşidilən məlumatlar adam mesela aparır şərqalara, aparır dahi insanların yaşam tarzında. Mesela ben 2 nəfəri qeyd edirəm, əlbəttə ki, bütün Azərbaycan şahidləri o cürdür. Bütün Azərbaycan şahidləri o cürdür. Onun fərqi yoxdur. Heç birinin birinci Qarabağ olsun, ikinci Qarabağ olsun. Bütün şahidlər o cürdür. Mesela Şəhriyar Allah rəhmət eləsin, bir şəhidin cibindən kağız çıxır, həmin kağızı deyil, o başdaşına yazıblar. Başdaşına, mesela gecəndə Kazım vaxtları qəbul baxın, o məktubu başdaşına yazıblar. Mən özüm bu yazılı kağızı da onun hüzründə görmüşdüm. Demişim, gətirdim, onu okuyub. Sağda bir söz deyir, ana, sən özü bənzət xanım Zeynəbə ki, onun oğlanların gətirəndə İmam Hüseyin xəzalat çəkməsin deyilən, çıxıb İmam Hüseynin yanında ağlamadı. Xanım Zeynəbin 2 oğlu şəhid oldu. 2 oğlu şəhid olandan sonra Xanım Zeynəb ağlamadı. Zalim əxlaq alimləri deyir, mənim cürətim çatmaz. Deyirlər ki, istəmirdi İmam Hüseyin utana. Ki, məsələn, bu cüzdə insandır da, Xanım Zeynəb deyir ki, məsələn, deyəcək ki, bacım gəldi, 2 oğlu şəhid oldu. Amma Əli Əkbər dünyadan köçəndə, şəhid olanda Xanım Zeynəb qoşuldu, başladı ağlamağa. İmam Hüseynin oğlu üçün ağladı, başladı. O 2 dənə oğlum da bir oxşama verirdi, oxşamağa. Maralı zətlərdən biri, böyük alimlərdən biri, böyük müştehidlərdən biri. Nədir eləyirlər? Mən o məclisdə olandan eşitmişəm. Deyir, o müştehidin böyük şəxsiyyətin oğlu ölmüşdü. Roza xan deyir, Roza deyirdi, o ölən oğlan da müştehid idi. Məzəliyyətə çatmışdı. Demək, bir müştehid ki, məzəliyyət həll etdi, onun oğlu da məzəliyyət həll etdi, ölür. Roza böyük də savadlıdır, yəni müasir, savadlı alimlərdən idi. Bu müştehid, bu Roza xan deyir, ne kadar ben Roza dedim. Gördüm ağlamıyor, müştehid ağlamıyor. Ali Yaşlar'ın adını tanıcı başladı ağlamıyor. Biz mesela Ali Yaşlar'sız nədir? Öz evlatlarımıza ağlamıyor. Onların her şey yadımdadır, hiç çok yadımdan çıkmaz. Nadir'in oğlu, Zahirə səhvləməsəm onun adı Vüsal olmalıydı. Ya Vüsal Sərrafın oğlunun adıdır. Nadir'in oğlu Elmir. Bunun cənazəsi gəlirdi, mənlə hazırlayıb durmuşduq qapının ağzında, lap da qapının ağzında durmuşuq ki, bunu içəri salaq, evə salaq çıxsın. Orada bunun anası gəlirdi, anadır da, ana gəlir ağlaya-ağlaya, Hicablı xanım edirlər. Orada yavaş-yavaş düşdülər, birinci qapını açanda, çöldən mənə Hicablı xanım ona dedi ki, deyəl yaşlara qurban, şəhidin anasına deyir, ya, deyəl yaşlara qurban, deyəl ki, bizim azablı tüklərimiz ilimiz oldu. O ana söz eşitəndən sonra aram oldu. Başına döyə çıxırdı cənazənin qabağına, elə aram oldu, elə sakit oldu. Çünki bizim şəhadət məktəbimizin varisi İmam Hüseyin salamlıdır. Bütün şəhidlər qiyamətdə İmam Hüseynin başına yığışacaqlar. Bütün şəhidlər İmam Hüseyinlə ilham alacaqlar, İmam Hüseynin ətrafında olacaqlar. Şəhidlər ağası İmam Hüseyinə aiddir. Onun için ya mesela Tevfik Amirli,
Məşhurdur Azərbaycanda çox eşidibsiniz. Tevfik Amirli mesela özü su içmədi. Oruc halda dünyasını dəyişdi. Gedib əskərlər üçün su gətirdi, amma özü su içmədi. Nə qədər məsələn böyük bir dənə məqamdır. Bu Həzrət Əvərfəz özün bənzədir. Təbii ki, bu Həzrət Əvərfəz kimi yaşayır da, mesela sizin də içərinizdə. Öyle insanlarla, mesela biz baxırıq, mesela elə bilirik, o da bizim bilimizdir. Ama o düşüncəsi bizim düşüncəmizdir. Mesela onları o düşünce aparıp çıxardırdı o məqama. Bu bizden beri dedim o məqama çatmayırlar ki. O düşünce, mesela Şahid Əlikilon adı bir dənə uşaqlı çerez bir uşaq. Kitabında mənə veriblər də var. Oxusun görsən Həzrət Ərdəylə şeirlər yazıb. Kim bilirdi ki, bu çerez bir uşaq şeir yazıb. Ama abi şehadetinden sonra kitabı çapdan çıxdı. Ne kadar nerede hayatında Həzrət Əlidən yazır. Onun için bu məqam uca bir məqamdır. En büyük de şahidin en büyük derecesini Allah Teala Kur'an-ı Kerim'de görünmek güzel onu deyir. Bunun ki kul hal tarabbasuna bina illa ihtal isnayan. Hal tarabbasuna. Deyir ki biz, yani bu biz Müslümanlar. Kafirler için o yoktur. Kafirler öldük tercih etti. Bizim için ise Allah Teala deyir. Şahitlerin adından. Şahitlerin adından diyor ya. Kafirlere. Allah Kur'an'da şahitlerin adından kafirler değil. Deyir, biz gözleyelim sizin de ölümümüzü göreceğiz. Ya Allah sizi bizim elimizden öldürecek. Ya özü sizi öldürecek. Ama biz, şahit değil, biz Kur'an'da. İki tane hayırdan başka esmeye satmırıq. Ya ölümün şahidi ya qarolub qazi. Her ikisi fakirdir. Hem qazi da fakirdir çünkü qazi diri şahitdir. Yani Müslümandır Allah İslam'da bilakis vatanın, torpağın, dinin, imanın buyur, ona ne değer verir? Onun ölümü de değerdi, kavmağı da değerdi. Ölümü de Allah yanında amca bir makamdı. Kavmağı da Allah yanında amca bir makamdı. Ben ölsem şahidim, mühaffadım, galaba çalmışam. Kalsam gaziyem, kim de mühaffadım, galaba kazanmışam. Yani Allah yolunda cihad edilen şahsın mağlubiyeti yoktur. O mağlubiyet düşünmek mümkün değil. Onun için de bakımda mesela bizler bu şahit mefhumu İslam'da o kadar kıymetli bir değerli mefhumdur ki isteyirler ki mesela İmam Hüseyin'den bizim aramızda niye falası mesela bazen adam mesela narahat olurlar balaca uşaqlar mesela niye sinə diyor. Bizim başka bir yerlerde mesela diyor ama balaca uşaqlar başka bir eğlence yerinde olanda narahat değiller. Ama sinə döyəndə narahatlar. Niye? Çünkü istəyirlər ki, İmam Hüseyin'le o bağlılık kırılsın. O bağlılık insan çok değerli bildiği, öz değerini bildi, değerli bulandan sonra tabidir ki, bu Allah yolunda en insana doğru olan ötsanıdır. Onu Allah yolunda hediye edemeden bir onla verənəli çəkibdir. Ben həmişə görürəm, şəhidlər o kadar zəkalı adamdır ki, onlar o hadiseyle yüzləşəndə onların gözünün qabağından övladları keçir, valideynləri keçir, həyat keçir, şirinlik keçir. Və Mürlətif Allah rəhmət eləsin, balaca adam da diş həkiminin Bakıda klinikası var idi. Diş həkiminin Bakıda klinikası var idi. Yəni demək olar ki, bu həyatın qurmuşdur. Diş həkimin həyatın qurmuşdur, amma ki, onu qoydu, çıxdı, getdi. Getdi, şəhid oldu. Qatara da bilmədilər, ha? Uşaqlar, məsələn, onun yanına gələnlər danışırdı bütün. Deyirdiler, biz o yaralı vaziyyə gələndə şəhid olmuş da, doktordur. Deyirlər ki, 5 dəqiqə gözlədir. 5 dəqiqədən sonra onsuz da bir ateşkəs elan olunur. Hara gedir, meyitlərin çəkir. Sən getmə, dedi, o ki, orada ağlayır. Kömək istəyir, mən dayana bilmərəm. Getdi, şəhid oldu. Bakıda məsələn klinikası, iyi. Yaşamaq üçün hər şey var. Ama zekası onu nədir? Allah yolunda olanı bundan nədir? Hamısından üstün tuttu. O tuttu da getdi de Allah'a da qoşdu. Onun için şəhidlik böyük bir məqamda Allah Teala şükür Allah'a ki onların vasitəsilə bizə o qələbənin sevincini yaşatdı. Allah istəyir, inşallah bu qələbəmiz Allah'ın köməyindən əbədidir, əbədi olacaq. Allah'ın böyle dünyada Müslümanların məhkətini bərqərar eləsin. Allah heç vaxt kafirlərə, İslam'a ve Müslümanlara qalib olmağı nəsib eləməsin. Müslümanların Allah Teala düşmənləri yer kürəsindən məhv eləsin. Sizlər için bugün cümə namazına gəlibsiniz. Üzərinizdə, içərinizdə olan bütün arzularınızı, istəklərinizi Allah
məsciddən xaric eləmiş hamımızı əta eləsin. Allah'ın belə əzəmətli əskər və zabitlərimiz ki, səncərlərdə bizi qoruyurlar, İmam Zaman tarafında onları hifz eləsin. Esselamu Aleyküm və Rahmetullah və Berekatuhu. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad Allah'u samad lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Peygamber Ali, Peygamber'e salavat. Kerbela şehitleri, Karabağ şehitleri, ruhlarına salavat. İmam zamanın təcili gelmesi için Peygamber Ali, Peygamber'e salavat. Namaza samalarına ölenlerin ruhlarına salavat. Euzubillahimineşşeytanirracim. Elhamdülillah Rabbil alemin. Salatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebu'l Qasim Muhammed. Ve ala Ali ibn Abi Talib ve ala Fatıma Zahra seyyidetin nisa'il alemin. والحسن بن علي والحسين بن علي وعلي بن حسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم عن أبي حمزة الشمالي قال أبو جعفر بني الإسلام على خمس. İmam Cəfər Sadiqin atası, yəni İmam Məhəmməd Baqir Salamullah aleyh söz buyuruyor ki, İslam 5 şeydən təşkil tapır. İqam-ı salat, bunun biri namazdır. Namazda bərpa eləmək. Qılmaq, Quranda da namaz qılmaq sözü kəlmir, bərpa eləmək kəlmir. Bir şey nəzərdə çatdırım, xüsusən də ruhani qardaşlar. Bəzən görsən, insan təbliğatda səhvə yol verir. Məsələn, bir söz deyəndə deyir ki, elə Ömər Səhət də namaz qılırdı. Yaxşı sizə bir dənə sual verib. Ömər Səhət o qıldığı namaz o günə qoydu. Namaz qılınmalıdır. Bu sözlə namazı məsələn yüngülləşdirmək lazımdır. Namaz, görürsünüz İmam Cəfər Sadiq Salamullah deyir ki, adamın namazına baxmıyor, düz danışmalar olur. Ya namazı mı qılmalıdır? Dinin əsaslarından biridir və insanın da Allah'la arasındakı rabitədir. Ömər Səhədin namaz qılmağın mənasıdır ki, Ömər Səhədin qıldığı namaz onu püskünə qaldı. Bunu demək lazımdır ki, məsələn, Ömər Səhəd namazında diqqəti yox idi, bilmirdi nə deyir. Yoxsa namaz insana əsəb mənfi təsiri yoxdur. Namaz, Quran buyurur ki, namaz insanı pislikdən çəkindirər. Deməli, bu əgər çəkindirməyibsə, deməli, qıldığı namaz deyilmiş, başqa bir şeymiş. Namaz ondan Allah özünlə öz arasındakı rabitəni namaz qazanır. Və dinin də sütunu sayılır. Sütun da bilirsiniz nədir? Olmasa bina çökər. Çünki sütun indiki qədim evlərin çoxu çadırdan idi, ya məsələn lığdan idi. Evin ortasına kürsüyədən dayaq qoyarlar. Ona sütun deyirlər. O dayaq olmasa ya çökər. Çökülər. Məsələn texnologiya olmamış, texnika çıxmamış, bizim məscid 2 voltda bir binanın üstündə də saxlamaq mümkün olmuyor. Mümkün olmazdı ki o vaxt. Bu boyda saxlamaq olardı. Görürsünüz, qədim yaşamasın, hamısı sütunlar üstündədir. O üstün olmasa məscid qalmaz. Və əlavə də budur ki, ümumi şəkildə də budur ki, çalışın o namaz qılarındakı bir halət özünüzdə icad edilir ki, doğrudan da Allah'ın qabağında durmağı dərk edir. Fikirləşin ki, Allah'ın qabağında biz durmuşuq. İkinci bu işi itaat zəkat. Zəkat vermək. Bu zəkat ümumi şəkildə Allah təbarək və təala hər yerdə deyir, mənlə, namaz yəni Allahla rabitədə, hər yerdə deyir Allah mənlə rabitə qurub, sadəcə deyir zəkat verir. Zəkat bizim bir-birimizlə rabitəmizdir. İctimai dayaqdır, yəni maddi yardım bir-birimizə ictimai dayaqdır və bunun hikmətləri də çoxdur. Düz üçün xütbəsində kəndə ən azı zəkat insanları Allaha sarı dəvət edirsən. Sən insanları Allaha sarı dəvət edirsən.
insanın Allah'a dədbin olmur. Bizim sana Allah ruzu verib, Allah biraz çox eləsin. Sən 200 nəfər yanında işlədəndə, 200 nəfər ruzu verəndə, o alnın boyu gecə möhrə səhkilir ki, Allah mənə ruzu versin. Sənin əlindən o Allah'ı tanıyır. Bundan böyük adam olur. Sən onu Allah'a tanıttırırsan. O ruzu ona verməklə, kömək eləməklə, onu söz edirsən Allah. Mən heç yadımdan çıxmaz, Abdülbasit, Allah rəhmət eləsin. Daim ən məşhur Fari Qurandır da. Ona elə bil, o heç evdən çıxmazdı, başqa məclislərə getməzdi. Quranı da ancaq xüsusi mənəvi məclislərdə oxuyardı. Bir ona sual verir ki, niyə məsələn sən ancaq mənəvi məclis etsən? Bəlkə də ömrümdə eşitdiyim ən şirin sözlərdən biri də budur. O qadı hocam üstə deyir ki, Allah cəmaat öz sözü mənim boğazımla çatdırır. Mən bu boğazı şurada varam. Yəni mən Quran oxuyuram, Quran deyirəm. Bu boğazı Allah seçib onun sözünü çatdırmağa. Yəni zəkat verən də, kömək edən də, Allah onu seçir, özünü ondan tanıtsın. Öz yardımını onun əli ilə versin. Bu böyük bir dənə məqamdır insan üçün. O da dinin sütunlarından da bile zəkatı və hər cür deyil. Məkkəli ziyarət edilmək. Məkkəli ziyarət edilmək, yəni müsəlmanların bir mərkəzi olmalıdır. Bir hədəfi, bir ideologiyası, bir amalı olmalıdır. Vəhdət odur. Yəni biz bu üzə dursaq, bu üzə dursaq, namaz dursaq, Allah üçün fərqi yoxdur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Əynəmə tuvallı fəsəmmə vəzhullah." Hara baxsan sən elə Allaha baxırsan. Ona görürsünüz müstəhəb namazı maşınla gedə-gedə də qıla bilərsən. Çünki müstəhəb namazı da Allah Teala qibləni geniş götürüb. Sən hara baxsan qiblədir, Quran onu deyir. Amma vacib namazda bir dənə məhkəli götürür. Niyə? Hamı bir ideologiyada, bir çağatçılarda, bir Quranın ayəsinin ətrafında birləşməlidir. Sonra da vurur və solmuş Ramazan. Ramazan ayında oruç tutmaq. Allah Teala vacib edir. Beşincisi buyurur ki, vilayətdir. Vilayət yəni Əhl-i Beyt əleyhissalamın Peyğəmbərdən sonra dinin rəhmətliyi. Əhl-i Beyt. Bugün dünyanın pis günə düşməyinin səbəb odur ki, Əhl-i Beyt qala hamı istəyir dində rəy verər. O məktəb qalır. Amma hamı istəyir özündən Quranı təfsir eləməyə rəy verər. Başqaları əgər Quran barəsində bir söz desə, o təfsirdir. Amma Əhl-i Beyt əgər Quran barəsində bir şey deyirsə, o eyni Qurandır. Və təfsir deyil, həqiqət. Əhl-i Beyt də açıqlamır, Əhl-i Beyt həqiqəti deyil. Salavat deyil, Muhammed olun. Sonra ravi buyurdu ki, imam buyurdu ki, hər kəsin malı olmasa onun boyuna zəkat yoxdur. Və hər kəsin malı olmasa onun boyunda həc yoxdur. Və hər kəs xəstə olsa onun boyunda oruc yoxdur. Və ayaq üstə namaz qılmaq sabit olur, oturan yerdə qılsın. Amma vilayəti qəbul edəmək, malın da olmasa, xəstə də olsun, nə olursa olsa, qəbul edəməlisən. Bunda rüsxət Allah Teala qərar verilir. O da həmin Əhl-i Beytin müəndələrindən bir İmam Musa Kazım salamların qızı, xanım Məsuna salamlarının bugün şəhadət günüdür. O xanımın adı Fatimədir. Məsumanı ona İmam Rıza salamları verir o ləqəbunu, yəni günahsız məsum. Bizdə bir məsum imam, bizim 2 dənə 14 məsumdan əlavə şəxsiyyət vardır ki, barəsində ziyarətnamə gəlir. Biri Həzrət Əbəlfəz əleyhissalamdır, bir də xanım Məsuma əleyhissalam. Xanım Məsuma ümumi şəkildə kəramət cəhətindən ona Kərimli Əhl-i Beyt deyirlər. İmam Həsən salamlara Kərim Əhl-i Beyt deyirlər. Buna Kərimli Əhl-i Beyt deyirlər ki, ümumi cəhətdə həqiqətən də həddindən çox mənəvi məqama malikdir. Məsələn, mən böyük şiənin böyük alimləri, dərəcə 1, ondan ona heç bəlkə də yoxdur. Məsələn, Allah-u Teala Allah rəhmət eləsin. Allah-u Teala çox böyük bir şəxsiyyətdir, həqiqi mənada böyük şəxsiyyətdir. Məsələn, o hər şam namazından sonra orucun asmaq üçün gedərdi xanım Məsumanın hərəminin qapısını oturdu. O qapının tozu ilə orucunu asardı, əqidəsi büyüdü. Xanım Məsumanın Ayətullah Mələşin Həzrətləri bütün deyildi müşkillərimi gedib xanım. Və bu Molla Sadra, Molla Sadra qumdan uzaq yaşımızın, bizim ən böyük filosofumuz. Qumdan uzaq yaşımız etiraf edir. Mən fəlsəfənin ən dərin məsələləri
özüm halledeyə bilmirdim. Gedim bir gün qalırdım xanımın hərəmində, ibadət edirdim, ibadətdən sonra onlara nədir? İlham olardı. Ama böyle bir böyük bir məqam sahibidir. Təbii ki, namazdan sonra vaxtlı olsa, burada olmasa evdə, 2 rəkat namaz qılın, hədiyyə verin xanım Məhsumanın ruhuna. Hesab edin də əlavə 2 rəkatda atamızın əvəzində. Xüsusən də məsələn, anız əgər ya atız hansısa qalırsa, onun özünə deyir. Deyim ki, ata məsələn, bugün 2 rəkat namaz qılın, şam namazına qədər vaxt var. Deyim ki, məsələn, 2 rəkat namaz qılın, hədiyyə elə xanım Məhsumanın ruhuna. Ama olanlar için əvəzində özünüz qılın. Məsələn, öz əvəzində 2 rəkat namaz qılın, deyəm bu namazın savabını ata verəm xanım Məhsumanın ruhuna. Sonra 2 rəkatda deyəm, bunu da atamın əvəzində qılıram və savabın atamın tərəfindən əta edirəm, ya anamın tərəfindən əta edirəm xanım Məhsumanın ruhuna və ya deyəm, onların həmin vaxtı diqqətlidir. Onlar orada bizim valideynlərimizi tapırlar və onları və özlərinə qonaq edirlər və o sabah burada əzirsiz nədir qalmır. Allah'ım verək bizi bir anda o səhəllikdən ayrı salmasın. Əhl-i Beyt məktəbi ilə düşünəmçilik edənlər Allah məğfirət diləsin. Məsciddən xaric olmamış Allah günahlarını şərəfi qalan çəksin. Allah'ım verək əzəmətini əskər və zabitlərimizi manzaran tarafında hifz eləsin. Allah müsəlmanların dünyada vəhdətini bərqərar eləsin. Allah'ım verək əzəmətinə İslamı bütün dinlərə, bütün məzhəblərə, bütün məsləklərə pürüz eləsin. Allah'ım verək əzəmətinə dünya müsəlmanların vəhdətini bərqərar eləməklə Ağa İmam Zamanın zuhuru və İmam Zamanın əli ilə yer kürəsinin hər yerində ədaləti bərqərar eləsin. Bizi də əməllərimizlə, danışığımızla, rəftarımızla Ağa İmam Zamanın zuhurun hazır yerlərdən qərar versin. Esselamu aleykum və rəhmətullahi və rəhmətullahi. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven ahad. Allah'a emanet olun.